Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün Mart ayının 23-üdür. Arılarımızı 3-4 dəfə Afimaxlı şərbətlə yemlədik. Bugün isə Vitom yemləməsinə başlayarıq dostlar. Yenə də 3-4 dəfə Vitomlu şərbətlə yemləyəcəyik. Mən hər il paylaşıram. Bu il də paylaşıram dostlar ki, əlavə suallar, yersiz suallar yazmasınlar. Dostlar, Vitom probiotikdir, antibiotik deyil. Arılara stimul verir, immunitet gücləndirir. Siz də alıb verə bilərsiniz. Mən bunun satışı ilə məşğul deyiləm. Heç kimi də məcbur eləmirəm. Yəni, mən bunları öz arılarıma verirəm, sizinlə də paylaşıram. 10 qram Vitom 1 litr şərbət üçündür. O 1 litr şərbəti də 4 ailəyə bölüb verə bilərsiniz. Həmi dərmana, yəni bu vitaminə qənaət etmiş olursunuz. Yəni, bəzən soruşurlar ki, 1 litr vermək olarmı? Dostlar, vermək olar, amma bir var ki, o 1 litri 10 qram qatıb 4 ailəyə verəsiniz. Bir də var ki, 1 litri 10 qram qatıb 1 ailəyə verəsiniz. İndi özünüz qərar verin. Mən özüm üçün hazırlayıram, öz arılarıma verirəm. İstər yaz aylarında, istər payız aylarında. Deməli, 1 litr şərbətə 10 qram nəzərdə tutulur dostlar. 10 qramı da ölçmək, mən ölçmüşəm. Baxın, bir çay qaşığı 5 qram. 5 qram deməkdir. Yəni, 2 çay qaşığı 10 qram. İndi mən bunu deyirəm, bəzən yenə də videoya baxıb mənə yazırlar. Neçə qram verək? Qardaş, bu videoya baxırsansa, mən bunu dəfələrlə təkrar edirəm ki, hər kəs bilsin. Versin. Yenə də salafan paketlərdə, yəni indi havalar biraz istiləşəndən sonra, yəni yem qablarına da tökmək olub, vermək olar. Amma yaxşı olar ki, salafan paketlərdə 200 qram hər bir arı ailəsinə norma, dozasıdır dostlar. Həm də şərbətə bir də bir şey deyim. Baxın, bu bizim xarlanmış baldır. Təbii baldır. Baxın, biraz ilıq suya qoymuşam. Aşağı hissəsi biraz yumşalıb ki, bunu şərbətə əlavə edin. İndi bəzən suallarda yazırlar dostlar, sirkə ilə bağlı. Sirkə qatılır, nə qədər qatmaq lazımdır? Dostlar, mən bilmirəm, sirkə qatmamışam, sirkə də tutmuram. Heç onu ehtiyac da duymuram. Mən dəfələrlə paylaşımlar etmişəm ki, ümumiyyətlə şərbəti verəndə 1 ədəd, 2 ədəd limon sıxın. Bu oldu sizin o sirkəni əvəz etmə. Yəni sirkə o qədər də yaxşı bir şey deyil arılara dostlar. Orada və ən yaxşı, baxın 10 litr şərbətə 1 kiloqram təbii bal qarışdırıb hər şeyi əvəz edəcək. Yəni həm arıların həzm prosesi yaxşı olacaq, həm də ki o şərbəti müəyyən qədər invertləşdirəcək. Düzdür, indi invert şərbət üçün vaxt lazımdır. İndi mən bu invert şərbət haqqında danışmıram. Sadəcə təbii baldan 10 litr şərbətə 1 kiloqram təbii bal qarışdırıb hər şeyi əvəz edir dostlar. Və vitamini də hər hansı bir qarışdıra bilərsiniz. Bir də ki, dəmləmələr. Yəni, kəklik otudur, cürbəcür otlar, yəni bunlar dəmləməsi də etmək olar. Bunun heç bir qorxusu yoxdur dostlar. Müəyyən qədər hər yemləmədə biraz, baxın bizdə giləmarza deyirlər. Bu da yaxşı bir otdur, yəni faydalıdır. Biz özümüzdə çaylarımıza əlavə edib içirik. Yəni bu da arıların bağırsaq problemini biraz yaxşılaşdırır. Belə, getdik indi şərbətimizə və arılarımızı yemləməyə. Baxın dostlar, bu balımızdan
Ayrıca suyun içərisinə əlavə edirəm. Baxın, təbii bal xarlanması belə olmalıdır dostlar. Bəzən bu haqda çox mübahisələr gedir. Bal xarlanması haqqında, yəni təbii balın xarlanması onun 100%lik zəmanəti deməkdir. Əgər bir sözlə deyim, qısa konkret dostlar, əgər qışda bal donmursa, demək orada bir problem var. Vəssalam. Kim indi bunu necə başa düşür, qoy başa düşsün. Bir neçə növ baldan başqa, yəni bir neçə növ bal var ki, onlar xarlanmır və yaxud geç xarlanır. Vəssalam, bitdi. Demək dostlar, bu şərbət, hazırladığımız şərbət, bu da təbii balımızı müəyyən qədər suda əritdik. Yaxşı ərimiyib biraz. Baxın dostlar, suda belə, ilıq suda belə bu təbii balımız, xarlanmış balımız ərimək istəmir. Demək, baxın, bu onun keyfiyyətinin zəmanəti deməkdir. Vəssalam. Yoxsa o qışın şaxtalı günlərində küçələrdə balları qoyublar, dumduru satırlar, hələ cəmaatı aldatmaqla məşğuldular. Deyəndə ki, bal xarlanmalıdır, xoşlarına gəlmir. Əssalam. Demək, 20 litr şərbətə 200 qram da beton qarışdıracaq. Olacaq super. Belə dostlar, deməli 200 qram. Demək, qaşıq dostlar 5 qram tutur. Yəni tam doldurulmuş halda yox. Biraz üstü çox da doldurulmadan 5 qram. 2 qaşıq 10 qram deməli. İndi mən burada 200 qram şərbət tutmuşam, beton tutmuşam. 200 qram qaynamış ilıq su. Yəni əlavə etdim dostlar. Bu ayrıca müəyyən qədər suda əridilməlidir. Mən göstərirəm 200 qramı, yəni 20 litr şərbətə 200 qram beton əridirəm ayrıca suda və əlavə edirəm. Hər bir ailəyə 250-300 qram qoya bilərsiniz dostlar. İndi sizin əgər ara ailəniz 5 ədəd, 4 ədəd ara ailəniz var və yaxud 10 ədəd ara ailəniz var, onu özünüz üçün bölün hər bir ailəyə. Təxminən 2 litr yarım əgər tutsaz 10 ara ailəsi üçün 25 qram beton əlavə edib yemlətirə bilərsiniz dostlar. Tamam, burada əridi. Biraz da su əlavə edək. Əssalam dostlar. Bu da bizim betonlu, ballı şərbətimiz dostlar. Əssalam. Qarışdırıldı. Ancaq qaynar qarışdırmayın dostlar. Çalışın, şərbəti soyudun. İlıq halda, sonra betonu əlavə edin, qarışdırın. Yenə də qoy bir saat qalsın. Ondan sonra salafan paketlərə yerləşdirib
ara ailələrinizə verə bilərsiniz. Ha, baxın dostlar, burada ölçülər yazılır, göstərilir və rahat salafan paketlərə tökmək üçün baxın 250-300 qram tam rahat mən işimi bilirəm. Bütün ailələrə bərabər ölçüdə, baxın dozada çatdırıram. Sonra da bu cür havası çıxarılır. Lap ucda düyünlənir ki, çox hündür qalmasın çərçivələrin üzərində dostlar. Baxın bu cür.